Bismillahirrahmanirrahim. Assalamu aleyküm, hörmətli izləyicilər, əziz mömin bacı və qardaşlar. Çox gözəl bir dua ilə bugünkü videoda qarşınızdayıq. Görək nə deyir? Məxluqatdan, yəni insanlardan hacət diləmək üçün, düşmanlarına qalib gəlmək, hərbə getdikdə üstün gəlmək, alemi ülvi və alemi sülfini müsəhhər etmək, insanları və heyvanları müsəhhər etmək üçün qaydası nədir? Yazacaq kimsə bir gün riyaziyyatlı oruç tutub, günəşin şərəfli bir vaxtında, bazar günü günəş doğarkən qibliyə dönərək ağ kağıza bu vəqfi yazıb ətrafında ayət-i kürsini, Hədid surəsinin ilk ayəsini, Həşr surəsinin son ayələrini, Hüvəllahullazi la ilahə illa ayəsindən sonuna qədər, yəni. Ardınca İxlas surəsini, Fatihə surəsini, Amənər-Rəsulü ayəsini yazmalıdır. Deməli, riyaziyyatlı oruc nə deməkdir? Bilməyənlərə deyək. Riyaziyyatlı oruc odur ki, heyvan və heyvandan əmələ gələn heç bir neməti yemirsən. Bazar günü sübh namazında orucu bağlıysan, sübh namazının azan verilməmiş durub oruc tutursan. Və o tutduğun orucda heyvan və heyvandan gələn məhsullardan nəsə yemirsən. Pomidor, xiyar, zeytun, yəni belənçi şeylərlə yağ, pendir, yumurta, süd, bu kimi şeylərdən uzaq olmaq olar. Tərəvəz salatı yeyə bilərsiniz. Yəni bu şəkildə. Həmçinin həmən günü iftarı eləyəndə də o şəkildə iftarı edirsən. Yəni heyvan məhsullarından, heyvandan əmələ gələn, heyvanın öz məhsullarından qətiyyən uzaq olsan. Bu şəkildə bazar günü orucumu tutdum. Bazar günü günəş doğarkən də burada gördüyünüz normaldə düşüb. Yaxından da göstərirəm. Nəsə aydın olmasa, yaxından görə bilərsiniz, oxuya bilərsiniz. Yəni hər biri oxunaqlı düşüb. Heç bir problem yoxdur oxunmağında. Belə də göstərirəm, belə də skrin edib, yaxınlaşdırıb yaza bilərsiniz. Bunu yazdıqdan sonra ətrafında saat istiqamətinə əks istiqamətdə, dairəvi formada nəyi yazırsınız? Burada deyilən ayələri yazırsınız. Düzdür, uzun bir işdir, ağır bir işdir, oruclu olmalısan həmən günü, xüsusi sözdə bir orucdur. Lakin faydaları gördüyünüz kimi çox gözəldir, necə deyim, yoxlanılmış bir duadır. Kim ki istifadə edir, çox razılığını bildirir, ona görə əziyyət çəkməyinə dəyər. Mütləq yazın, ərinməyin, özünüzü tənbəlliyə vurmayın. Hər birinizə tövsiyə edilən bir duadır. Xüsusən düşmənləri olanlar üçün digər məsələləri də görürsünüz. Kimdən nə istəsən deyir, qəbul edər, sənə yox deməzlər. Yəni çox lazımlı bir dualardan biridir. İzlədiyiniz üçün çox sağ olun. Səhifəmizə abunə olmağı, videonu bəyənməyi unutmayın. Abunə olun ki, növbəti videolarda da sizə bildirim gəlsin. Bu gözəl videolarımızı qaçırmayasınız. Sağ olun, Allah'a emanet olun.